Vaxtınız xeyir olsun. Kanala abunə olmağı unutmayın. Sual martın 9-u 2025-ci ildə 11-ci siniflərə buraxış imtahanında salınıb. Sualda deyir, iki perpendikulyar müstəvinin birindən 2 sm, digərindən 4 sm məsafədə yerləşən nöqtədən bu müstəvilərin kəsişmə xəttinə qədər məsafə. Belə düşünək ki, perpendikulyar müstəvilər tutaq ki, bunlardır. Burada bir nöqtə götürək. Məsələn, A nöqtəsi. Bura qədər məsafə 2-dir. Sonra aşağıya qədər məsafə. Yəni, biraz bunu kiçildək. Deməli, aşağıya qədər məsafə olur 4. Burada oldu 4. Bizdən soruşur ki, müstəvilərin kəsişmə xətti. Yəni, bura qədər məsafə. Bu 2-dirsə, burada 2-dir, düzdürmü? Paralel sürüşdürsək aşağı. Və burada nə aldıq? Düzbucaqlı, üçbucaq aldıq. Məsafə deyir axı. Bunu da x-la işarə edək. Bu x-i tapaq. X-i tapmaq üçün biz Pifaqor teoreminə baş vuracağıq. Katetlərin kvadratları cəmi olacaq 4 16, 20 və x-i tapanda kök almalıyım. Kökdə 20. Bunu da 4 vur 5 deyərik. Buradan kök çıxar 2, kökdə 5. Düzgün cavab C.